Sahəsi 75 olan düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu 3 olarsa, onun xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Bir düzbucaqlı üçbucaq çəkirik. Katetlərini A və B ilə, hiptenuzu isə S ilə işarə edək. Pifaqor teoreminə görə bilirik ki, A kvadratı plus B kvadrat bərabərdir S kvadratına. Və düzbucaqlı üçbucağın sahə düsturlarından biri isə A vurulsun B bölü 2 bərabərdir. Yəni sahəni 75 verib 75-ə bərabər olacaq. Və buradan alacaq ki, AB bərabərdir 150-yə. Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu böyük yer bərabərdir S bölü 2 olur. Daxilə çəkilmiş çevrənin radiusu isə A plus B minus S bölü 2-yə bərabərdir. Daxilə çəkilmiş çevrənin radiusunu 3 verdiyi üçün onda alırıq ki, A üstəgəl B çıx S bölü 2 bərabərdir 3-ə. Buradan alırıq ki, A plus B çıx S bərabərdir 6-ya. Buradan alarıq A plus B bərabərdir S üstəgəl 6. Bu bərabərliyin hər tərəfini kvadrata yüksəltsək, alırıq ki, A kvadratı üstəgəl B kvadratı üstəgəl 2AB bərabərdir S kvadratı üstəgəlsin 12S plus 36. A kvadratı plus B kvadratı S kvadratına bərabər olduğu üçün sağdakı S kvadratı ilə bu A kvadrat plus B kvadratı islah olunar. AB-ni 150 tapmışdıq. Sol tərəfdə AB-nin yerinə 150 yazsaq, alarıq 300 bərabərdir 12S üstəgəl 36. 36-nı sola keçirsək 264 bərabərdir 12S-yə. Buradan isə S bərabər olar 22-yə. S-ni 22 tapdıqsa, böyük yer, yəni xaricə çəkilmiş çevrənin radiusu isə 22 böl 2 olar, yəni 11 olacaq. Yəni cavab